Ramiz Mehdiyev, Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Bu barədə APA'nın etibarlı mənbələrdən əldə etdiyi məlumatda bildirilib. Məlumata görə ötən ilin 25 dekabrında Azal təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın Azal təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub. Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb. Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddi olanda bu il mayın 9-da İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədov SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş Salih Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.